Hər vaxt xeyir olsun değerli izleyicilerimiz. Bugün Qızıl Necə yeni bir rekorda 4550'lere yükseldi ve hedefler olarak 4617 ve 4695'lerde. Səhər saatlarında bu yükselişten sonra 77 dolar bir eniş oldu ve aşağıda dəstək xətti vardı. Bugün səhər saatlarında neler olacak? Yani bu enişten qalxışdan sonra 50 dolara 27 eniş, 50 dolara yakın qalxışdan sonra alışlarımız 4521'lerden gelecek. Tabii ki 41'ler kısa bir mesafede 20 dolara bir take profit'le neticeler. Ondan sonra ise yeniden yükselişler, yani bu noktadan 41'den sonra formalaşsa yeniden yukarı doğru istiqamət alacaq. Satışlar ise hələlik 4507'ləri göstərir. Bitcoin'e geldi ise biz bu haqda danışmışdıq yükseliş hakkında ve yükseler yukarı doğru istikametten devam etti. Yani səhər saatlarında 3000 dolar qalxdı. Ve bugün nelere baş verəcək? Yani bu Bitcoin yeniden qalxacaq mı yoksa qalxmayacaq mı sonuna gəldikdə isə təbii ki qiymət 90 ümumiyyətlə hədəf olaraq 91.500 göstərir. Sellər koreksiya nöqtələri, yəni satış əməliyyatları 89 üzərindən sonra yeni koreksiyalar müşahidə olunacaq.